Salam değerli YouTube izləyicilərim. Fevral ayının 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Zəhmət olmasa kanalımıza abunə olun və mən də xəbəri diqqətinizə çatdırıram. Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur gecə gündüz 1-5 dərəcə isti olacaq və bölgələrimizdə də hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olma ehtimalı yüksəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta olacaq. Gündüz isə 0-5 dərəcə şaxta müşahidə ediləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.